Cavidan bəy, sizcə hansı qadını unutmaq olmaz? Nə bilim. Bilmirsiniz? Amma mən bilirəm. Niyə bəzi qadınları unutmaq olmur? İndi sizə söyləyəcəm. Kişilər ən çox ona rahatlıq verəni deyil, ona özünü dəyərli hiss etdirəni xatırlayırlar. Unudulmayan qadın heç vaxt kiminsə sevgisini, diqqətini dilənmir. O özünü itirmək bahasına heç kimi həyatında saxlamır. O sevgisini göstərməkdən qorxmur, amma hisslərini də qurban vermir. Öz həyatını bir kişinin ətrafında qurmur, çünki bilir, ən cazibədar qadın, ən gözəl qadın deyil. Özünə hörmət edən və qırmızı çizgisi olan qadındır və ən vacibi, heç vaxt kiminsə yadında qalmaq üçün çalışmır. Öz həyatını elə yaşayır ki, gedənlər onu unuda bilmir. Kişilər o qadınların həyatı üçün darıxır. Çünki insanın yaddaşında gözəllik yox, ona yaşadılan duyğular qalır. Sınayın.